deyəsə yapışmaq istəmir. Amma mən onu... Qəpiyim düşdü. Mən çoxlu səyahət arzulamışdım. Ümid edirəm ki, bunun aidiyyatı olmayacaq. Hər kəsə salam. Bugün may ayının ikisidir və mən birinci dəfədir belə bir video çəkirəm. Deməli, Şəkiyə gedirəm və düşündüm ki, bu səfəri vlog şəklində qeydə alım. Açıq heç bilmirəm bu videonu paylaşacağım, yoxsa paylaşmayacağım. Amma əgər editləsəm, paylaşacağım. Əgər editləsəm bu videonu paylaşacağım. Dünən Instagramda bir dənə video qarşıma çıxdı. Atelin reklamı idi, marxalı və nəsə belə maraqlı bir təklif var idi. Mən də rəfiqəmə göndərdim. Dedim ki, gedək Şəkiyə. Bəs güya danışmışdıq ki, əslində bugün ətraflı şəkildə danışacağıq. Və bir də görüm səhər mənə zəng eləyib ki, bəs ayla, mən artıq Atellə danışmışam. Gəl biletləri alaq, gedək, nə bilim nə belə. Mən artıq heç bir etiraz edəməyə şansım qalmamışdı. Əslində yaxşı ki də belə oldu. Çünki mənə qalsaydı, yəqin ki, çox düşünəcəydim. Nəysə, belə, deməli, belə bir çanta götürürəm. Biz 2 günlük gedirik deyə belə backpack seçdim. Videoda biraz böyük görünür əslində, amma həyatda daha yığcamdır. Amma yığcam olmağına baxmayaraq çox şey tutur. Məsəl üçün, 2 dənə cins şal var, bir cins yubka, 4-5 dənə də kofta və qalan mənə nə lazımdırsa əşya hamısını yerləşdirə bilmişəm. Bir də onu qeyd edeyim ki, bu cür çantalarla xarici səfərlərdə belə təyyarədə bunu əl yükü kimi götürmək olur. Yəni bu əslində o əl yükü ölçülərindən 1-2 santim fərqlə böyükdür. Amma problem eləmirlər çox vaxt. Ən azından bilirəm ki, Vizierdə belədir. Nəysə, deməli, axşam çıxacağıq, qatarla yola düşürük. Qatar saat 12-də yola çıxacaq, saat 7-də ora çatmalıdır. Və Atelin belə bir xidməti var, transfer xidməti. Hansı ki, qatarla gələnləri qarşılayırlar və Atelə aparırlar. Hələlik bu qədər. Mən indi ev paltarındayım, birazdan hazırlaşacağım, sonra da yola. Artıq axşamdır və mən hazıram. Çalışdım belə rahat paltarlar geyinim ki, qatarda mənə narahat olmasın. Qatarla səyahət düşünürəm ki, onsuz da biraz narahat olacaq. Ona görə də ekstra narahatlıq verəcək yəni paltarlar geyinməməyə çalışdım. Belə çantam da burada hazırdır. Birazdan təxminən 1 saata falan artıq evdən çıxacağım və gedəcəm Dəmir Yol Vağzalına. Orada da çalışacağım, çəkiliş falan edeyim, bacardığım qədər. Və artıq gəlib çatmışam, Dəmir Yol Vağzalındayım. Biraz tez gəldiyim üçün oturmuşam burada, gözləyirəm qatarın gəlməyini. Birazdan qatar gələndə gedəcəyik və orada içərində çəkəcəm. Belə artıq vaqondayam. 4 nəfərlik kupedir, amma biz 2 nəfər qalacağıq bugün. Çünki bizdən başqa heç kim almayıb bu kupeni və bu böyük xoşbəxtlikdir. Belə bir sular var, 2 nəfər üçün qoyublar. Hətta belə qapıda güzgü var. Qapını necə bayaq göstərmişdim, açılır, bağlanır. Belə. Və burada belə bir bağlama var. Görək bunun içində nələr var. Belə bir diş fırçası çıxdı. Göz bandı, yəqin rahat yatmaq üçün qoyublar və quru salfet, bir dənə də nəm salfet, bu qədər. Bundan əlavə bir ədəd, belə bir cüb daha doğrusu şəf-şəf var və belə bir bağlama var. Bunun içində də pastel dəsti var. Belə rahat görünür hələ ki. Ümid edirəm gözəl bir yolçuluq olacaq. Bu bizim şifrəmiz və qatar artıq yola düşüb. Buradan ancaq mən görünürəm hələ ki. Çox əyləncəlidir. Elə indicəyə belə bir paket gətirdilər. Maraqlıdır içində nə var. Deyəsən rəfiqəmin dedikləri düz çıxıb. Burada nuş olsun yazılıb. İndi açıb göstərəcəm. Qutunu açdım. İçində balaca bir dənə belə çöplü sok var. Və bir dənə də balaca sevimli sendviç. Nəlidir görək. Toyuq sendviç. Belə.
Sağ olsunlar. Tabii ki olmazsa olmaz. Üz rutinimizdə gətirmişik. Əslində bunu evdə eləsəm daha yaxşı olardı. Belə düşünürəm. Amma mənim də xasiyyətim var. Lap üzümü yudum, nələr elədim. 5 dəqiqə belə çölə çıxsam, təzə üzümü yumalıyam. Elə biləm üzüm kirləndi. Ona görə də üz rutinimi də burada eləyəcəm. Üzümü yudum əlbəttə. Böyləcə. İndi isə belə. Sonra da yerimi açıb biraz yatmağa çalışacağım. Buna görə hətta yuxu dərmanı belə içmişəm. Çünki mən evdən başqa yerdə rahat yata bilmirəm. Ümumiyyətlə bəzən elə olur ki, heç yata bilmirəm saatlarla. O adamlara həsəd aparıram ki, başını harda qoydu belə yata bilir. Mənim elə tanışlarım var. Avtobusda belə, metroda belə yatan adamlar görürəm də. Bu insanlara paxıllığım tutur həqiqətən. Videoma girdim. Eyv yox. Əlavə olaraq lavanda yağı götürmüşəm özümlə. Bu yaxşı yatmağa kömək edir. Biləklərimi biraz sürtəcəm. Yuxu barədə problemli biri olduğum üçün ona görə əlimdən gələn hər şey edirəm ki, rahat yata bileyim. Hələlik. Və artıq otelə gəlib çıxmışıq. Çox təmiz və rahatdır. Belə. Hətta burada belə gözəl bir eyvan var. Belə şirin stol dəsti var. Oturub çay içməyə. Mən isə özümü çox yorğun hiss edirəm. Çünki axşam o qədər tədbir görməyimə baxmayaraq demişdim, hətta yuxu dərmanı belə içmişəm, hətta lavanda yağından belə istifadə elədim. Yenə də heç bir effekti olmadı. Bir dəqiqə belə yata bilməmişəm. Artıq öyrəşmişəm buna. Səfərlərdə həmişə yolda belə oluram, yata bilmirəm və sabahsı günü yorğun hiss edirəm özümü. İndi otaqdayıq, biraz istirahət edib, sonra çıxacağıq gəzməyə. Bugün qatardan, əslində qatardan düşəndə istəyirdim biraz oraları çəkim, stansiyanı və s. necə gəldik otelə. Çünki otelin öz transfer xidməti var idi. Qatarla gələnləri qarşılayıb otelə gətirirdilər. Bu məncə həmişə belə olmur. Biz kampaniya çərçivəsində gəlmişik bura və kampaniyadan yararlanmışıq. Nə demək istəyirdim? Əslində çəkəcəkdim onları, sadəcə olaraq mən o qədər belə tez tələsib çıxmalı oldum ki, qatardan. Təsəvvür edin, o boyda qatar bir dənə məni gözləyirdi yola düşmək üçün. Veş-uşumu əlimə yığıb belə qaça-qaça düşmüşəm. Hətta qatar işçisi gəlib, deyirəm, mənim dalımca gəlmişsiniz. Deyir, bəs kimin dalınca gəlmişəm, bu boyda qatar sizə görə gözləyir. Nəsə belə maraqlı bir xatirə qaldı. Ona görə də heç nə çəkməmişəm, ancaq gəlib otelə çıxandan sonra burada çəkiliş eləyə bildim. Birazdan gəzməyə gedəcəyik, oradan da çalışacağım, nələrsə çəkim. Çıxmışıq gəzməyə. Hələ də hava dumanlıdır, amma yenə də gözəldir. Gedəcəyik gölə tərəf. Ördəklər üçün çörək götürmüşəm, yemləyəcəm onları. Ay, bunun quyruğuna bax. Qaçdı. Ne geçen yiyir çöreği. Hara gedirik? Ördəkləri yemləməyə. Gel. Yine ördəkləri çörəyə. Ördəkləri mən çox sevirəm normalda. Bana göre çok şirin hayvanlardır. Necə edeyim ki, hamısına çatsın? O bəzisi yeyir, bəzisi yeyə bilmir. Şey olur ona görə də. Səhərə gəlmişsən. Yeyə bilmirim. Belə bir mənzərədən bu dəqiqə zövq almamaq mümkün deyil. Ördəkləri izləyirəm bayaqdan.
Hər yer o qədər gözəldir ki, məncə bura may ayında gəlmək ən ideal vaxtdır. Yol da çox gözəl görünür. Təbiətə baxdım, dedim ki, biz ancaq daim naşükürlük edirik, nədənsə gileylənirik, amma çox az, bəzən hətta bəzi insanlar ümumiyyətlə şükür eləmir. Durdum və şükran hissi ilə təşəkkür elədim ki, Allaha. Yəni belə gözəl yerdəyəm, belə gözəl mənzərədən zövq ala bilirəm, sağlamam, görə bilirəm. Həqiqətən bütün bunlara görə şükür eləməyə dəyər və biz əslində özümüzə qayıtmaq üçün təbiətə qayıtmalıyıq. Təbiətdə olanda əslində nə qədər fərqinə varsan ki, nə qədər normalda şəhər həyatında nə qədər özümüzdən uzaqlaşmışıq. Və məhz o dediyim şükranlıq hissi, şükür etmək və digər fərqindəliklər və sair hamısı təbiətdə daha çox üzə çıxır. Çox gözəldir. Bu da yaxşı görünmür. Təbii ki, gözlə gördüyünü kamera nə qədər effektli də olsa çəkə bilmir. Ən gözəl gözlə gördüyündür. Və Şəkinin məşhur küçəsi, balaca dükanlar olan küçədir bura. Çox xoşum gəlir. Burada hər yerdə belə hörülmə oyuncaqlar satılır. Əl işləridir. Çox gözəldir. Mən Şəkini çox sevirəm. Mənə elə gəlir ki, bura nə qədər gəlsəm azdır. Çünki hər dəfə maraqlı, yeni nəsə kəşf edirsən mütləq şəkildə. Və Əli Əhməd Şirniyyat evinə gəlmişik. Təkcə adam var. Mən heç bilmirəm buradan necə nəsə götürəcəm. Evdən bəzi şeylər istəyirlər. Onları almalıyam. Amma növbə çoxdur. Xeyli gəzintidən sonra əlbəttə ki, çox acımışdıq və restorana üz tutduq. Buranı bizə yerli cəmaət tövsiyə eləmişdi. Hilal Butik Otelin restoranı idi və mənzərəsi, həyəti çox gözəl idi. Düşünürəm, burada yayda oturub çay içmək əla olar. Deməli, rəfiqəm piti sifariş vermişdi. Mən isə lülə kebab. Hər ikisinin dadını bəyəndik. Hər ikisinin qiyməti 8 manat idi. Ümumilikdə qiymətlər çox münasib idi. Servis charge cəmi 5 manat, personal güləriz və mehriban idi. Ümumilikdə çox razı qaldıq. Lobiyə düşürəm, biraz baxacaq ətrafa, görək nə var, nə ilə. Burada otelin diskotekasına düşdük. Bizdən başqa 4-5 nəfər xanım da var idi, başqa da heç kəs yox idi. Xeyli rəqs elədik, çoxdan da oynamırdım. Bütün yorğunluğumu, enerjimi burada atdım. Daha sonra otelin spa xidmətlərindən də istifadə elədik. Orada isə çəkiliş eləmək istəmədim, tək istədiyim istirahət eləmək idi. Və daha sonra isə otağa qalxıb yatdıq. İkinci gündən salamlar. Saat 8:30-dur və indi hazırlaşıb düşəcəyik səhər yeməyinə. Orada da bu səhər yeməyini mən səbirsizliklə gözləyirdim. Orada da video çəkiliş eləyəcəm. İndi oturmuşam lobidə. Səhər yeməyindən çoxlu videolar çəkmişdim. Ondan əlavə də başqa videolar çəkmişdim. Amma təəssüf ki, əlim dəydi, silindi. Təxminən 4-5 dəqiqəlik video materialı idi. Buna görə özümü çox pis hiss elədim bir müddət. Amma sonra fikirləşdim ki, əgər onu düşünüb orada qalsam, səfərimdən zövq ala bilməyəcəm. Həm də ki, başqa videolarda çəkməyə motivasiyam olmayacaq. Ona görə də nə edirik? Davam edirik. Yenə qayıtdım otağa. Birazdan hazırlaşıb yenidən çıxacaq gəzməyə. Dedim, buradan getməmiş, şəhərə qayıtmamış. Bu eyvanın haqqını verim. Oturub burada mənzərəyə qarşı çay içirəm. Düzdür, burada mənzərə görünmür bu dəqiqə, çünki hər yer dumandır. Gah açılır, tamam çox gözəl mənzərə görünür, gah da belə dumanlanır. İndi bu dəqiqə 5 dəqiqə əvvəl çox açıq idi bura, amma bu dəqiqə heç nə görünmür. Azərbaycanda çay bir kültürdür. Mən də bir Azərbaycanlı olaraq təbii ki, çayı çox sevirəm. Mən elə gəlir ki, əgər desəydilər həyatım boyu bir dənə içki içə bilərsə, o 100% çay olardı. Amma əminəm ki, məndən eyni fikirdə olan çox insan var. Nuş olsun. Saat 3'dür. İndi hazırlaşdıq, çıxırıq gəzməyə.
Yəqin ki, yenə şəhərin mərkəzinə gedəcəyik və bir-iki yer var, ora maraqlıdır getmək. Bu arxamdakı miniatür muzeydir. Burada Şəkinin bütün tikililəri, məsələn Xan Sarayı, Kiş abidəsi və digər bütün nə tikililər var, hamısının miniatür şəkildə maketləri var və içəridə gid izah edir ki, nədir, harda yerləşir və s. Elə bil ki, Şəkini kiçik formada, miniatür formada gəzirsiniz. Qafqazın ilk Şalban məbədi olan 4-cü, 5-ci əsrə aid Şalban məbədidir. Kiş şəhərində yerləşir və hal-hazırda muzey kimi də fəaliyyət göstərir. Su var, nəm deyə bu? Bu da məbədin içidir. Eksponatlar var burada. Mən Şəkidə neçə dəfə olmuşam, amma heç vaxt belə bu məbədə gəlməmişdim. Kiş Alman məbədi. Birinci dəfə gəlirəm, çox xoşuma gəldi. Maraqlıdır. Bu məbəddə maraqlı bir yer var, belə. Burada belə bir oyuq var. Bura insanlar gəlir, qəpik, 3-5 qəpik yapışdırır və arzu tutur. Əgər bu qəpik bura yapışsa, deməli arzun həyata keçəcək. Mən də öz qəpiyimi çıxartmışam. Nəsə arzuluyum. Arzuladım. Qoyum bura, düşməsin. Görüm qalacaq mı burada? Nəsə deyəsən yapışmaq istəmir. Amma mən onu... Qəpiyim düşdü. Mən çoxlu səyahət arzulamışdım. Ümid edirəm ki, bunun aidiyyatı olmayacaq. Düzdür, məbəd çox balacadır, amma ki, belə qəribə bir sehirli ab-hava var burada. Və çöldən də görünüşü çox qəşəngdir. Ümumiyyətlə, burada bu bağça çox gözəldir. Çox xoşuma gəldi. Şəki Xan Sarayının ərazisini gəzməyə gəlmişik indi də. Bəzi yerlər restavrasiya üçün bağlıdır. Amma belə çox gözəldir buralar. Burada belə oxlarla da göstərilib nələr var. Sənətkarlar evi, otel və s. Çox gözəldir buralar da. Bilmirəm, videodan ötürə bilirəmmi bu gözəlliyi, amma inanmıram. Çünki gözlə gördüyünü heç nə əvəz eləmir. Çox qəşəngdir. İndi burada bir mənzərə var. Çalışacağım oranı göstərim. Belə. Təsəvvür edin buna real gözlə baxanda necə gözəl bir mənzərədir. Kameranı dəyişim. Bu yolla gedəcəyik. Bu yolla gedirik və bu yol çıxacaq Şəki Xan Sarayına. Yenə deyirəm, buralara may ayında, yaz aylarında gəlmək ən gözəlidir. Çünki birazdan havalar isiləndə belə yaşıllıqlar olmayacaq. Düzdür, hər fəslin öz gözəlliyi var təbiətdə. Amma hazırda gördüyüm mənzərə çox möhtəşəmdir. Hər yer yamyaşıl.
quşlar oxuyur. Gəlib çatdıq Xan Sarayına. Bura həyətinə girəcəm. Amma içəri daxil olmayacağım. Çünki 3-4 ay əvvəl daxil olmuşdum, gəzmişdim burada. Xarici turistlər də var burada hazırda. Gidlə gəzirlər. Onlara ətraflı izah olunur. Orada nəsə belə bir alət qoyublar, təzə qoyublar onu deyəsən, əvvəl yox idi. Belə 360 dərəcə video çəkmək istəyən üçün. Geometriche per fare in modo che i dipinti tra di loro si guardassero. Ora vediamo all'interno. Xan Sarayının həyətindən də çox gözəl bir mənzərə açılır. Bu ağaçlar onsuz da hamıya məlumdur. Bu həmin o məşhur ağacdır. Çox təəssüf ki, bir neçə il əvvəl burada bədbəxt bir hadisə baş vermişdi. Ağacın bir budağı qopub kiminsə üstünə düşmüşdü. Belə bir şey olmuşdu, xatırlayıram. Burada çox maraqlı belə işləmələr var. Çox xoşum gəldi bunlardan, çox gözəldilər. Necə gözəl görünür. İçəri şəhərdə də belə bir divar var. Orada divar işləməlidir. Nəsə mənə onu xatırlatdı biraz. Burada da heykəlciklər. Bu da miniatür müzeydə gördüyümüz tikililərdən biridir. Buranda hazırda sənətkarlar muzey kimi istifadə edirlər. İçəridə eksponatlar var. Yenə gözəl bir mənzərə və bura şəbəkə emalatxanasıdır. Deyəsən, çünki o tərəfdə oxlarla elə göstərilmişdi. Burada məlumatlar verilibdir. Yenə gözəl mənzərə. Doymuram baxmaqdan da, çəkməkdən də. İstəyirəm gördüyüm hər şeyi çəkim. Çox gözəldir. Sənətkarlar evinə gəldi indi də. Görək içəridə nələr var. Burada da çoxlu belə satılan maraqlı əşyalar var. Belə bir yerdir. Dubai yadıma düşdü. Orada o Dubai'de olanda eyni belə yer var idi. İndi isə acımışıq və gedirik yemək yeməyə. Burada çox tərifli bir dənə restoran var. Yəqin ki, çox adam adını eşidib. Mən olmamışam heç vaxt. İndi gedəcəm ora. Və bəli, Gagarin restoranına gedirəm. Görək təriflədikləri qədər varmı? Dadlıdır yeməkləri. Düzü mən belə çox ağır yemək götürməyi düşünmürəm. 2 gündür bura gələndən Boranın qutabı necə beynimə düşübsə. İndi dedilər ki, bu restoranda Boran qutabı var. Mən də gedirəm onu yeməyə. Görək necədir. Gəlib çatdım. Girirəm. Nəsə musiqi səsi gəlir. Bu pişiklər bayaqdan da bir gəzirlər qoşa. Çox şirindilər. Yəqin ər-arvad olarlar. Gagarinə gəlmişik. Rəfiqəm yenə piti sifariş eləyib. Mənim yeməyim hələ gəlməyib. Bal-qabaq qutabı gözləyirəm. Nəhayət, mənim də həsrətlə gözlədiyim qutabım gəlib çıxdı. Yeməyimizi yedik, çıxdıq. İndi qalan vaxtı biraz da dəyərləndirib gəzəcəyik.
Şəkini nə qədər gəzirsən, gəz, yenə də bəs eləmir. Yenə də doymursan, çünki çox gözəldir. Mənə görə Şəki ümumiyyətlə Azərbaycanın düzdür, çox yeri çox gözəldir, amma mənim üçün Şəki Azərbaycanın ən gözəl yeridir. 그거 알라딘 다 아니잖아. 그렇죠. 낙타가 Almak istedim. Alım. Aldı diyebilir. Aldım. Çok şirindi. Geldik şirniyyatlar dükkanına. İndi bugün başka dükkana gelmişik. Burada daha münasibli qiyməti Без холодильника göstərəcəm. А 10 это сколько? Belə şirniyyatlar var. Dünən məsələn orada bunun kilosunu 20 manatdan almışdım. Burada 16 manatdandır. шлагбаум и полшлагбаум. А полкилограмма это сколько? 5 манат. Bu idi aldığımız yer. Buradan da şirniyyat götürdüm. Və qayıtdıq otelə. Əşyalarımızı yığıb, birazdan da check-out eləyəcəyik. Saçlarımı güya düzəldib çıxmışam çölə. Bir damcı hava dəyən kimi belə bugünə qalır. Saçım buruqdur, ona görə də düzləşdirsəm də, nə qədər düzləşdirsəm də xeyri yoxdur. Və artıq oteldən çıxırıq. Hazırlaşmışam. Gedirik hələlik. Elə indicə check-out elədik. Taksi gözləyirik, gəlsin. Avtovağzala gedəcəyik. Bu dəfə avtobusla gedirik. Qatarla gəlmişdik, amma avtobusla qayıdırıq. Çünki qatar mənə gəlir ki, daha yorucuydu. Rəfiqəm də eyni söz dedi. Çox isti idi otaqlar. Daha doğrusu kupe çox isti idi. Nəfəs almaq olmurdu. Qapını açmaq da olmurdu. Yəni açsam bir dərd, qalsa bir dərd. Dedi, indi bu dəfə də avtobusu yoxlayaq. Görək necə olur. Həm fərqi biləcəyik, həm də ki, ümid edirəm ki, daha rahat olacaq. Gəlmişik avtobus. Demişdilər ki, güya avtobuslar lüks olur. Amma yəni lüksun lısı yoxdur da. Ağlım getmişdi Avropadakı avtobuslara. Əslində niyə ki, Azərbaycanda da qəşəng lüks avtobuslar var. Sadəcə mən elə düşünmüşdüm ki, o formada olacaq. Amma yəni nə deyə bilərəm valla. Allah kömək olsun. Nəysə ki, arxa oturacaqlar boşdur. Mən də fürsətdən istifadə edib keçdim arxaya. Özümü bu dəqiqə Hindistandayam kimi hiss edirəm. Avtobus fasilə verir. Biz də düşmüşük burada. Çay falan. Ehtiyacı olan ehtiyacını görür. Belə. Saat neçədir? Saat 3'dür. Hələ bundan sonra bir 3 saat yolumuz var. Və mən yenə də həmişə kimi yatmamışam. Saat 7 tamamdır və mən nəhayət uzun sürən yoldan sonra gəlib evə çıxa bildim. Səyahətdən sonra ən zəhlə tökən şey əşyalarını yerə eləməkdir. Amma məcburam. Amma bundan əvvəl mütləq şəkildə duş alıb yatmaq istəyirəm. Həqiqətən buna belə halım yoxdur. Nəysə, burada sağollaşacağım. Videonun başında demişdim ki, bilmirəm paylaşacağım yoxsa yox. Amma yəqin ki, paylaşacağım çəkdiklərimi. Çünki çox hissəsini artıq editləmişəm. İstəmirəm boşuna getsin. Əgər siz də baxsaz, bəyənsəz,
şərhlərdə yazarsınız. Mənə də motivasiya olar. Heç bilmirəm davam edəcəm video çəkməyə yoxsa yox. Amma dediyim kimi əgər bəyənsəz bunu bildirsəz mənə xoş olar. Sağ olun. Bu da aldığım şəkildən aldığım hədiyyə. Özümə almışam. Bye bye.